Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu günləri sizlərə Yasamalda 3 saylı Asan Xidmət Mərkəzinin arxasında yerləşən yeni tikili bina, 12 mərtəbəli binanın 10-cu mərtəbəsi, qanuni 3 otaq, ümumi sahəsi 88 kvadrat olan ipotekası olan şəxslər bu mənzil rahatlığı əldə edə bilərlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, mənzildə təmirdən sonra çox az yaşayış olub, mənzil şəxsi təmirdir. Dəyərli izləyicilər, biz hal-hazırda mənzilimizin qonaq otağında daxil oluruq. Kifayət qədər geniş ölçüyə malikdir. İpotekası olan şəxslər bu mənzili çox rahatlıqla əldə edə bilərlər. Bir daha nəzərinizdə çatdırmaq istəyirəm ki, mənzilimiz Yasamal rayonu 3 saylı Asan Xidmət Mərkəzinin arxasında yerləşən şəxsi təmir, tam istibol, bütün aksesuarlar, bahalı materiallardan istifadə olunur. İndi isə sizlərə mənzilimizin valideyn yataq otağını göstərirəm. Bax, gördüyünüz bu əşyalar hamısı qiymətli daxildir. Videonun sonunda mənzilimizin qiymətini deyəcəyim. Mənzilimiz tam göl mənzərəli mənzildir. İndi isə sizlərə mənzilimizin göl mənzərəsini təqdim edəcəm. %33 nömrəli məktəbin tam yaxınlığında yerləşir. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, mənzilimiz 12 mərtəbəli binanın 10-cu mərtəbəsi. Qanuni 3 otaqlı mənzil, ümumi sahəsi 88 kvadrat olan ipotekaya tam yararlı mənzil sizlərə təqdim edirəm. Şəxsi əşyalar, bütün əşyalar qiymətə daxildir. İndi isə sizlərə mənzilimizin mətbəxini təqdim edirəm. Növbəti bir otağımız. Dəyərli izləyicilər, bu mənzilin üstünlüyü ondan ibarətdir ki, binada 2 sürətli lift, qeydiyyatda heç kəs yoxdur, sənəd, kupça, çıxarış. Bir daha nəzərinizə çatdırmaq istəyirəm, ipotekası olan şəxslər mənzilimizi çox rahatlıqla əldə edə bilərlər. İndi isə sizlərə mənzilimizin sanitar qovşağını təqdim edirəm. Tam istipol mənzildir. Mənzilimizin start qiyməti 320 min manat. Real alıcıya cüzi endirim olacaq. Əlavə məlumat üçün aşağıda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Çox sağ olun, növbəti videolarda görüşənə qədər.